Salam uşaqlar. Bugünkü bölməmiz elektromaqnit induksiya bölməsidir və birinci başlıqla başlayırıq. Maqnit seli. Sual 1. Maqnit seli hansı ifadə ilə təyin edilir? B. Maqnit induksiya vektorunun modulu, S konturun sahəsi və alfa kontur normalı ilə induksiya vektoru arasında qalan bucaqdır. Hazır düsturdur. B. Kosinus alfa. Növbəti sual. Bir cins maqnit sahəsində qüvvə xəttlərinə perpendikulyar yerləşən konturun səthinin sahəsi ilə maqnit induksiya vektorunun modulu hasilinə bərabər olan fiziki kəmiyyət necə adlanır? Deməli, deyiləni yazaq. Xəttlərinə perpendikulyar yerləşən sahə ilə maqnit induksiya vektorunun modulu hasili. Deməli, BS-dən söhbət gedir. Bu da maqnit selidir. A bəndi. 5-ci sual. Bir cins maqnit sahəsi induksiya xəttlərinə perpendikulyar yerləşmiş səthdən keçən maqnit selinin səthin sahəsinə asılı qrafiki hansıdır? B konstantıdır. Yenə də fi bərabərdir. B düsturuna müraciət edirsək, burada fi S-dən düz asılır. Burada bir əlavə qeyd edim. Şərtdə deyir ki, bir cins maqnit sahəsinin induksiya xəttlərinə perpendikulyar yerləşmiş səthdən. Deməli, səthin özü induksiya xəttlərinə perpendikulyar yerləşir. Təsəvvür edin ki, belə bir səthi induksiya xəttlərinə perpendikulyardır. Əgər səth induksiya xəttlərinə perpendikulyardırsa, normal da səthə perpendikulyardırsa, onda belə çıxır ki, normal və B bir-birinə paraleldir. Burada bildiyimiz kimi fi bərabər B kosinus alfa düsturundakı alfa normal ilə B arasına qalan bucaq. Normal ilə B arasına qalan bucaq 0 dərəcə olduğundan kosinus 0-da 1 alır. Ona görə biz birbaşa düsturu B kimi yazırıq. 7-ci sual. Qapalı keçirici konturla hüdudlanmış səthdən keçən maqnit seli 3 dəfə azalırsa, onun müqaməti, yəni kontur müqaməti necə dəyişər? Kontur müqaməti asılı deyil maqnit selindən, ona görə dəyişməz. 9-cu sual. Weber bölünsün kvadrat metr. Burada Weber bölü kvadrat metr, Tesla vur kvadrat metr, bölünsün kvadrat metrlər gedir, qalır Tesla. Tesla isə maqnit induksiyasıdır. 9D olacaq. 11. Bir cins maqnit sahəsində induksiya xəttlərinə perpendikulyar yerləşdirilmiş dairəvi müstəvi konturun radiusu 2 dəfə artdıqda maqnit seli, konturu kəsən maqnit seli necə dəyişər? Yenə də fi bərabərdir BS yazırıq. Dairəvidirsə, S-i açırıq pi-r kvadrat kimi, dairənin sahəsi kimi açırıq. Burada da kvadratik düz asılı olacaq radiusdan fi. Əgər bu 2 dəfə artırsa, 2-nin kvadratı, yəni 4 dəfə artmaq olacaq. 4 dəfə artar A bəndi. 13. Tərəfi 50 cm olan kvadrat formalı səth, ədədi qiyməti, deməli tərəf deyirsə, gəlin kvadratın tərəfini yazıq. 50 cm. Çevirmə edirik 0,5 metr. Maqnit induksiyası 1 Tesla olan induksiya vektoru ilə 30 dərəcəli bucaq altında yerləşir. Deməli, burada verilən bu 30 dərəcə səth ilə induksiya arasında qalan bucaqdır. B və səth arasında qalan bucaqdır. Ona görə biz onu, yəni alfa deyil, şərti olaraq beta ilə işarələyək. Beta 30 dərəcədir. Səthdən keçən maqnit selini hesablayın. Yəni, fi bərabərdir sual. Fi'nin düsturunu yazırıq. Fi bərabərdir B kosinus alfa. Kosinus alfa normal ilə induksiya arasında qalan bucaqdır. Əgər normal ilə induksiya arasında qalan bucaq bizdən istənilirsə, səth ilə induksiya arasında qalan bucaq verilibsə ki, 30 dərəcədir, onda alfanı tapmaq üçün 90 dərəcədən betadan çıxmaq lazımdır. Yəni, qayda olaraq belə yadda saxlayın. 90-dan 30 dərəcəni çıxırsınız, qalır 60 dərəcə. Deməli, biz orada alfanın yerinə 60 dərəcə qoyuruq. Və yaxud da bunu birbaşa düstur şəklinə çevirsəz, fi bərabərdir B, sinus beta kimi də yaza bilərsiniz. Yəni, hər iki halda kosinus alfa və ya sinus beta doğrudur. Yəni, burada beta olanda həmişə səth ilə induksiya arasında qalan bucağı götürün. Kosinus olanda isə səth ilə normal arasında qalan bucağı götürə bilərsiniz. Deməli, fi bərabərdir yenə B kosinus alfa yazıram. Burada çünki açılacaq hələ bir kəmiyyət də var. S yoxdur. Ona görə də kvadrat formalı səthdirsə, kvadratın sahəsi A kvadrat kimi ifadə olunacaq. Kosinus alfa B1. Kosinus, deməli, burada A-nın kvadratı, tərəfin kvadratı
0,5 yəni 2də 1-dir. 2də 1-in kvadratı 4də 1-dir. Mən birbaşa adi kəsrini yazıram. Rusun kosinus 60 dərəcədə də 2də 1 alır. Alınır cavab 8də 1. Bunu da milli Weberə keçmək üçün 1000-ə vururuq. Yəni 1000 böl 8. 1000 də 8-ə böləndə eləyəcək deməli bir dəfə 125 milli Weber. Yəni doğru cavab olacaq C. 15. Maqnit selinin əsas vahidini maqnit selinin vahidinin əsas vahidlərdə ifadəsini soruşur bizdən. Əvvəla maqnit selinin yenə düsturunu yazırıq. B, S yazıram vahidə görə. Buradan da fi'ni vahidinə çıxarsam 1 Weber'dir. Weber'in açılışı Tesla vuraq kvadrat metrdir. İndi gəl aşağıdan yerimiz var. Tesla vuraq kvadrat metr. Tesla'nın açılışı Newton bölünsün amper vur metr kvadrat metr. Bunlar gedir. Newton da açılır. Yuxarıda 1 metr var. Kilogram vurulsun. Metr Newton açılışını deyirəm. Bölünsün saniyənin kvadratı. Bir də yuxarıda 1 metrimiz qaldığına görə olur. Kilogram metr kvadrat bölü saniyə kvadrat bölünsün amper. Yəni doğru cavab olacaq burada. Kilogram metr kvadrat bölü saniyə kvadrat amper. Diqqətli olaq ki, burada itirməyək istifadələrdən. 17-ci sual. Cəryanlı sarğaca maqnit nüfuzluğu, yəni maqnit nüfuzluğu nə işarə? Mü 2500 olan ferromaqnit içliyi daxil etdikdə maqnit seli necə dəyişər? Maqnit selinin düsturu mü bərabərdir. Fi böl fi sıfırdır. Buradan fi'ni tapsaq içliyi olan hal üçün mü fi sıfır olacaq. Yəni buradakı maqnit seli, yəni fi mü ilə düz asılıdır. Əgər biz 2500 olan ferromaqnit daxil etmişiksə, onda 2500 dəfə maqnit selini artırmış olacağıq. Belədir. 19. Deyir, kontur bir cins maqnit sahəsində yerləşdirilmişdir. S1, S2, S3 bir-birinə bərabərdir. Yəni sahələr eynidir. Konturla hüdudlanmış səthdən keçən maqnit seli arasındakı münasibətləri soruşur. Biz dedik ki, maqnit selinin düsturu BS kosinus alfadır. Kosinus alfa normal ilə deməli B induksiya xəttləri arasından qalan bucaqdır. Birinci halda baxıram ki, normal ilə B xətləri, yəni bu B induksiya xətlərini, yəni bu xətləri gətirib burada göstərirəm. Perpendikulyardır. Biz bilirik ki, perpendikulyar xətlər arasında bucaq 90 dərəcə, kosinus 90-da 0 alır. Belə çıxır ki, fi 1 0-dır. Deməli, fi 1 0 olan variant A və Y-dədir. Gəldik, indi 2 ilə 3-ü müqayisə edirik. Biz də bilirik ki, kosinus ən böyük qiymətini 0 dərəcədə alır, yəni 1-i. 0 dərəcədə 1 alır. 0 dərəcədə n ilə b-nin paralel olduğu halda. Deməli, ən böyük isə fi 3-dür. Fi 3 böyüdür fi 2, o da böyükdür fi 1-dən. Bu doğru deyil. Yəni, Y doğru deyil. Fi 3 fi 2-dən böyükdür. Aydın. 21. Gəlin, yer düzəldək burada. Həll etməli məsələdir. 21-ci sualda deyir ki, müstəvi səth, bura sözə fikir verin, maqnit induksiya vektoru ilə o 90 dərəcəli bucaq əmələ gətirir. Yəni, B və N arasındakı bucaq 90 dərəcədir. Yəni, beta götürə bilərik. Bucağı deyir 2 dəfə kiçiltdikdə maqnit seli necə dəyişər? Birinci halda fi 1 bərabərdir. BS kosinus alfa 1. Yəni, biz alfanı bilmirik, betanı bilirik və sinus beta 1 də yaza bilərik. Belə də yazma olar. Yəni, hələ ki alfa ilə işləyirəm. Birinci halda əgər betamız 90 dərəcədirsə, alfanı da dedik tapmaq üçün 90-dan verilən bucağı, yəni betanı çıxmaq lazımdır. O da eləcək 0 dərəcə. Çünki 90-dan 90 çıxırıq, 0 edir. Deməli, birinci halda eyni səthdən keçir. B, S sabitdir. Fi də S kosinus alfa ilə düz asılı olduğuna görə fi 1-imiz öyle ki 1 ilə mütənasib olacaq. 1 götürə bilərsiniz. İndi fi 2-yə baxıram. Fi 2-ni də tapanda bizə deyir ki, bucaq 2 dəfə kiçildi. Yəni, beta 2 90 bölünsün 2, yəni 45 dərəcə oldu. 45 dərəcədə isə kosinus 45 dərəcədə. Hə, beta 2-ni 45 dərəcə tapdım. Alfa 2 də olacaq 90 çıxılsın 45. Yəni, yenə də 45 dərəcə nəhayət alınacaq. Amma yəni diqqət etdim ki, alfa beta ilə qarışmasın. Onda alfa 2-miz 45 dərəcə, kosinus 45 dərəcədə 1 bölü kökdə 2 alır. Əvvəlcə elə bir ki, fiimiz 1 idi. Amma sonra oldu 1 bölü kökdə 2. Yəni, kökdə 2 dəfə yenədir, azaldı. B-dən. 23. Bir cins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşmiş konturun sahəsi 3 dəfə artdıqda maqnit seli 40 milli Weber artır. Maqnit selinin başlanğıc qiymətini hesablayın. İndi baxırıq burada. Deyir ki, bir cins sahəsi B konst yazıram. Perpendikulyar yerləşmiş, qüvvə xətlərinə perpendikulyar yerləşmiş konturun sahəsini 3 dəfə artırdıqda, yəni S2 sahə artırsa S2 3 S1, yəni sonraki əvvəlkin 3 mislidir.
Bu zaman maqnit seli isə Fi2 bərabərdir. Fi1 üzərinə gələk 40 mV qədər artdı. Bunu vahidi yazmaya da bilərik. Cavablar onsa milli iləndir. Bizdən soruşur ki, maqnit selin başlanğıc qiyməti, yəni Fi1 sualı. Fi1'in düsturu bilirik ki, B-dir. Yəni kosinüsü yazmıram. Sahə verilib ki, bizə kontur xətlərinə perpendikulyardır. Sahə qüvvə xətlərinə perpendikulyardır. Ona görə də səth ilə B perpendikulyardırsa, normal ilə B paraleldir, 0 dərəcə götürə bilirik. Yəni ona görə yazmıram. Fi ilə deməli buradan belə çıxır ki, fi ilə buradan alınır ki, fi s-lə düz asılır. Yəni nisbət şəklində yazacağam. Fi1-in fi2-yə nisbəti S1-in S2-yə nisbətidir. Qoyuram yerinə. Fi1-in yerinə qoyuram eləcə fi1, çünki yoxdur, həm də axtarılır. Fi2-nin yerinə isə qoyuram fi1 isə gəl 40. Bərabərdir. S1-i S1 kimi saxlayıram. S2 isə 3S1. İndi qiymətləri qoyub tənasibi qururam. 3-ü vururam F1-ə, yəni tənasibin əsas xassəsi 3 fi1 bərabərdir. Fi1 isə gəl 40. Burada 1 qalmışdı da. 1-i də vururam fi1 topla 40-a. 3 fi1-dən fi1-ləri yığıram bir yerə. 3 fi1 çıxılsın fi1 bərabərdir 40-a. Buradan da alınır ki, 2 fi1 bərabərdir 40. Yerləşmədi. 2 fi1 bərabər 40, fi1 də bərabərdir neçəyə? 20 mV-ə. Biz bunu şifahi ilə əldə edə bilərik. Necə? Əgər fi s-lə düz asılırsa, sahənin 3 dəfə artması ilə fi-nin də 3 dəfə artması demək deyilmi? Fi2-nin yerinə birbaşa 3 fi1 yazıb, bax buradakı fi2-nin yerinə birbaşa 3 fi1 qoyub, fi1 də çıxıb ondan 2 fi1 40-a bərabərləşdirib birbaşa cavab tapa bilərik. Amma yəni həll üsulu da budur. Mənə elə gəlir ki, riyaziyyatı daha belə deyim, operativ həll edən şagirdlər bunu ikinci dediyim üsulla həll edə bilərlər. Digər testlərdə də buna belə bir yanaşma eləmişəm. Davam edirik 25-lə. 25-də nə deyir? Deyir, induksiyası 6,4 milli Tesla olan bir cins maqnit sahəsinə yerləşmiş, sahəsi 1,5 kvadrat metr olan müstəvi səthdən keçən maqnit seli Fi 4,8 milli Weber'dir. Səth ilə induksiya arasındakı bucağın neçə dərəcə olduğunu soruşur. Yəni beta deyək də biz buna. Cavabı dərəcə ilə ifadə edəcəyik. Gəlin birinci fi bərabərdir. Birbaşa etmək istəsək fi bərabərdir B sinus beta yazarıq. Amma həll etsək əgər yazarıq fi bərabərdir B da, yəni əslində kitabda olan qayda ilə geçsək belə yazarıq. B kosinus alfa. Buradan kosinus alfanı tapıb sonra betanı taparıq. Fi bölünüsü bu biraz uzundur amma. Kosinus alfa da bərabərdir. Fi, burada çevirmə eləmirəm 6,4 milli Weberlə, daha doğrusu 6,4 milli Tesla ilə 4,8 milli Weber. Hər ikisi eyni vahiddə olduğuna görə və ikisi də biri surətdə, daha doğrusu biri məxrəcdə olduğuna görə ixtisar gələcək, ehtiyac olmayacaq. Fi bərabər 4,8 bölünsün B 6,4 bıraq 1,5. 4,8 ilə 6,4-ü elə ixtisar eləyin. 1,6-ya. Orada yuxarıda 3 qalacaq, aşağıda 4. 4-ü 1,5-ə vuranda 6, 6 ilə də 3 ixtisar gedir, 2-də 1. Kosinus 2-də 1-i neçə dərəcədə alır? 60 dərəcədə. Deməli, alfamız 60 dərəcədirsə, onda betamız 90 çıxılsın 60, o da eləyəcək 30 dərəcə.